Balaca uşaqlar xəyallarla real dünyanı qarışdırdıqları üçün yalan danışırlar. Uşaqlar bir neçə səbəbdən yalan danışırlar. Əlbəttə ki, ən başlıca səbəb qorxu və cəza almaqdır. İkinci səbəb isə valideynlərin diqqətini çəkmək. Bəzən isə balaca uşaqlar xəyallarla real dünyanı qarışdırdıqları üçün yalan danışırlar. Səbəbi nə olursa olsun, valideynlər tənqiddən, təhqirdən uzaq durmalıdırlar və səbəblərinə yönəlməlidirlər. Uşağı diqqətlicə dinləməlidirlər. Çünki yalan danışmaq uşaq vaxtından böyüklüyünə qədər davam edərsə, bu insanlar arasında etibarsızlaşdırmağa da gətirib çıxarar və onun tənhalığına, özünü qapanmasına da gətirib çıxarar. Uşaq əmin olmalıdır ki, əgər doğrunu desə, o təhqir, tənqid görməyəcək. O qəbul və təqdir görəcək. Və bunu valideynlər uşağa aşılamalıdırlar. Əgər valideynlər bu davranış pozğunluğunun öhdəsindən gəlməkdə və səbəblərini araşdırmaqda çətinlik çəkirlərsə, uşağa və özlərinə yardım etmək üçün bir mütəxəssis yardımı almalıdırlar və birlikdə bu problemin öhdəsindən gəlməyə çalışmalıyıq.